Çox vaxt şagirdlər valentliklə oksidləşmə dərəcəsini eyni anlayış kimi qəbul edir, amma bu doğru deyil. Valentlik atomun neçə rabitə yarada bildiyini göstərir. Yəni atomun birləşmə qabiliyyətidir və işarəsi olmur. Belə ki, amonium ionunda bunu daha sadə şəkildə izah edim. Azot burada 4 hidrogenlə rabitə yaradır. Onlardan 3-ü kovalent, biri isə donor akseptor rabitəsidir. Ümumilikdə rabitələrin cəmləsək 4 dənə rabitə var. Yəni burada azotun valentliyi 4-dür. Oksidləşmə dərəcəsi isə atomun birləşmədə qəbul edilən real və ya şərti yükünü göstərir. Buna görə də müsbət, mənfi və hətta kəsr qiymətdə ala bilir. Belə ki, burada hidrogenin və ionun yükü bizə oksidləşmə dərəcələri məlum olduqdan sonra hesablamalarımızda biz azotun -3 oksidləşmə dərəcəsi olduğunu görürük. Beləliklə də amonium ionunda azotun valentliyi 4, oksidləşmə dərəcəsi isə -3-dür.